Braziliya və Argentina milli komandaları arasında keçirilən son qarşılaşma futbol dünyasında geniş müzakirələrə səbəb oldu. Braziliya millisinin hücumçusu Rapinhanın oyun öncəsi səsləndirdiyi sərt ifadələr və maç zamanı baş verən hadisələr bu qarşılaşmanı daha da diqqət mərkəzinə çəkdi. Oyun öncəsi Rapinha, Braziliyanın əfsanəvi futbolçusu Romario ilə müsahibəsində Argentina yığmasına qarşı sərt ifadələr işlədi. O, onlara meydanda və lazım gələrsə, meydandan kənarda da zərbə vuracağıq deyərək rəqib komandaya qarşı qətiyyətini ifadə edib. Maç zamanı Rapinha ilə Argentina futbolçuları arasında gərgin anlar yaşandı. Xüsusilə Nicolas Otamendi ilə Rapinha arasında sözlü atışmalar və fiziki qarşıdurmalar müşahidə edildi. Bu gərginliklər Rapinhanın oyun öncəsi açıqlamalarının təsiri ilə daha da alovlandı.